Salam, hər vaxtınız xeyir. OTK-nın 1 fevral 2026-cı ildə 9-cu siniflər üçün keçirilmiş buraxılış sınaq imtahanı, buraxılış sınaq imtahanından Azərbaycan dili sualları. Test 1-də nə istəyir? Deyir ki, yalnız köməkçinin hissəsi kimi işlənə bilən sözləri müəyyən edin. Təbii ki, biri ötürüdür, başqa sifət və qoşmadır, sonra deməli, qoşma və zərfdir, kaşdır, bir də eydir. 1, 3, 4. 1, 3, 4 doğru cavab D variantı. Hansı cümlədə modal sözlə bağlı durğu işarəsi səhv qoyulub? Sözün doğrusu hamının ürəyindən oldu. Sözün doğrusu hamının ürəyindən oldu. Burada bir şey yoxdur. Mən getdim, amma burada modal sözü yoxdur. Akif əlbəttə yenə bizi çağırırlar. Akif əlbəttə doğrudur. Sözsüz yenə qalib gələcəyik. Modal söz doğrudur. Güyadan sonra nə əvvəl, nə sonra virgül qoymaq olmaz. Sanki elə bil güya bu modal sözlərdən sonra virgül olmur. Hansı nümunədə bağlayıcı işlənməmişdir? Burada və var. Sonra zəhmət halallıq tələb edir, lakin bunu hamı bacarmır. O danışsın, siz isə dinləyin var. Biz görüşdük, halbuki bu bir təsadüf idi. Halbuki var. Aslan dostu ilə söhbət edirdi. Söhbət edirdi Aslan kim ilə? Dostu ilə. İlənin adı nədir? Qoşma. Sonra demək doğru cavab nədir burada? E variantı. Hansı cümlələrdə zərf işlənməmişdir? Bura mənim doğulduğum kənddir. Bir də burada işlənib. Dostlarımızla məktəbin həyətində qarşılaşdıq yoxdur. İndi yenə gecdir. Burada indi var. Gözləmədiyiniz halda yağış yağdı. Gözləmədiyiniz halda yoxdur. Deməli 2, 4 ailə üzvlərimizlə birlikdə. Necə birlikdə? 2, 4 A variantı. Hansı ifadələrin hər ikisi yerinə görə həm sərbəst, həm də sabit söz birləşməsi kimi işlənə bilər? Başa salmaq, həvəslə oxumaq. Bu deməli həm sərbəst olsun, həm sabit. Yəni həm frazeoloji birləşmə, həm də frazeoloji birləşmə yox, həqiqi mənalı birləşmə kimi xeyr. Yəni başa salmaq ancaq frazeoloji birləşmədir. Yolunu şeir yazmaq. Şeir yazmaq sərbəst söz birləşməsidir. Qəlbini sındırmaq, qəlbi sındırmaq frazeolojiyadır, amma sərbəst deyil. Tora düşmək, yol göstərmək. Bir, tora düşmək, yəni kiminsə, belə deyək də, nəsə, məsələn, balıq tora düşdü həqiqi, bir də kiminsə toruna düşmək, aldadılmaq mənasında frazeoloji birləşmə oldu, balıq tora düşdü həqiqi mənalı, yəni sərbəst. Yol göstərmək, yəni hər hansı bir yerə gedən yolu göstərmək olar. Bir də ki, yol göstərməkdə bir böyüklük etmək, yol göstərmək, problemlə rastlaşan adama yol göstərmək bu mənada. Deməli, D variantı. Ucadan oxumaq, əl qaldırmaq, xeyr. İsim olmayan hansı sözlər isim aid qramaj şəkilsi qəbul edib? Yəni, isim olmayan hansı sözlər? Çoxluq isimdir, şəhərli isimdir, sağlamlıq isimdir, cəsurdur, cəsurda sifətdir, 5 saydı, 5-i isimdir. 5 saydı, i də ki, qrammatik şəkildir. İsim olmayan söz 2 ilə 5-dir. O da doğru cavab nədir? A variantı. Cümlədə altından xətt çəkilmiş sözlər yerinə görə fonetik təhlillə bağlı doğru fikirləri müəyyən edin. Tənbəllik azad insanı kölə edir. Tənbəllik azad insanı. Təbii ki, bunun tələffüzü olur. Tənbəl, Niyə tənbəllik? İkinci tərəf nə ilə başlayıb? Sait ilə. Tənbəllik kimi tələffüz edilir, yanlışdır. Bizdən doğrunu istəyir. Çünki sait gəlibsə, y kimi olacaq. Yazılışı ilə tələffüzü arasında 2 fərqli məqam var. 2 doğrudur. Səslərin sayı hərflərin sayından azdır. Yanlışdır. Sonra kar samitlə başlayır, cingilti samitlə bitir. Doğrudur. Doğru olanda nə qalacaq? Deməli, 2 ilə 4. 2 ilə 4 varmı? B variantı. Sonra başlanğıc formasında 2 leksiyası olan sözlər
dir. Razı, razılıq, razılıqsız. Deməli biri birdir. Bozartmadan boz, bozar, bozart, madı. Başlanğıc forması 2 leksik şəkilçisi var, var. Burada da var, var. 1-2 variantı var mı? Var. Dosyana bir dənədir. Mehribancasına, mehribancasına. Burada biri, 1 ilə 2C variantı. Hansı cümlədə feil söz birləşməsinin aslı tərəfidir? Xəsislik artdıqca qəddarlıq güclənir. Güclənir nə? Qəddarlıq nə vaxt, nə zaman xəsislik artdıqca. Burada əsas tərəfdir. Hazırlaşmağın nəticəsi hansı cümlədə feil söz birləşməsinin aslı tərəfidir? Nə oldu? Faydalı oldu. Nə hazırlaşmağın nəticəsi? Hazırlaşmağın nəticəsinin aslı tərəfi nədir? Feildir. Deməli doğru cavab B variantıdır. Sonra məşq etmək söz birləşməsi deyil, idman etmək söz birləşməsi deyil. Görüş vaxtı burada da aslı tərəf feil deyil. Cümlə ilə bağlı doğru fikirləri müəyyən edin. Meşədə kükünar ağacları yol boyunca sırayla düzülərək sanki oradan keçənləri salamlayırdı. Məsdər işlənmişdi. Doğru fikir. Burada meşə, kükünar ağac yol boyu düzülərək xeyr. Həm isim, həm də feili birləşmək. Kükünar ağacı nədir? İsmi birləşmək, yol boyunca düzülərək feili birləşmə. Deməli biri 2-dir, götürmək olar, var. Bağlayıcı işlənmişdir, yol boyu ilə düzülərək sıra ilə xeyr. Təsviflənən feil məlum növdədir. Salam, salamlayırdı. Məlumdur. Deməli doğrudur. 2, 4, sözün quruluşa bütün növlərinə aid deməli sadələr var, düzəltmə var, amma mürəkkəb yoxdur. 2, 4 varmı? Var. Doğru cavab nədir? C variantı. Sonra digər suallara keçəyin. Digər sualda nə istəyir? Qəfəsdən azadlığa. Mətn rahatlıqla görsənir. Görsənirsə, deməli, baxaq suallara. Mətndə bu hadisəni real hesab etmək olmaz. Burada mətn, buradan da suallarımız rahatlıqla görsənir. Oxuyub işləmək olur. Bülbülün quş dilində şeir real hesab etmək olmur. Bülbülün elə şeir deməsi real deyildi də. Bülbül şeir deyə bilməz ki. Bu tacirin diqqətindən yayınmırdı cümləsi. Hansı işarənin yerinə yazılsa mətn tərkibçisi arasında əlaqə pozulmaz. Deməli ona baxmaq üçün bir xidmətçi tutur. Bu tacirin diqqətindən yayınmır, xeyr. Sonra ikinci nə idi? Deməli, bülbül isə həmişə yanıqlı havalar oxuyub qəm çəkirdi. Nəticədə bu nə eləyirdi? Tacirin diqqətindən yayınmırdı, C variantı. Mətnə əsasən yanlış fikirləri müəyyən edin. Tacir bülbül üçün bir çarhovuz tikdirmişdi. Deməli, tacir bülbülü həmin qəfəsdə saxlayır. Sonra burada nə var idi? Bizdən yanlışlar istəyir də. Gözəl qəfəs düzəltdirir. Tacir bülbül üçün çarhovuz tikdirmişdi. Sonra nə verir? Rəng çiçəklər artmışdı. Ortasında fəvvərlə əhatə edən qəşəng bir çarhovuz var idi. Var idi, amma tikdirmişdi deyə bilmərik də. Bülbül tacirin özünə düzəltdiyi qəfəsdə saxlanılırdı. Tacir özü düzəltməmişdi. 1, 2, çarhovuzun bir neçə fəvvarəsi var idi. 7 fəvvarə var idi. Deməli 3 doğrudur. Quş dilini bilən adam tacirin xidmətçisi idi. Xidmətçisi deyildi. Bülbülün yuvada meşəsi var idi burada. Meşə var idi. Köy yuvası, çoğuş sözü. Deməli bu nə idi? Qalırdı quş dili bilən adam tacirin xidmətçisi idi. Bu fikir nə idi? Yanlış idi. Bizdən də yanlış istəyir. E variantı. Hansı fikir mətnin giriş hissəsinə aid deyil? Bülbülə qulluq edilməsi, qəfəsin təsviri, hər biri burada vardı. Düzdürmü? Qəfəsin təsviri, insanların valeh olması, buna heyran qalır. Sonra qəfəsin təsviri var, bülbülə qulluq etmə var, 1, 2, 3 var. Bülbülün vəziyyətin müzakirəsi ilə bülbülün izlənməsi əsaslı idi. Doğru cavab nə qalırdı? 4, 5, A variantı. Mətnin sonuncu cümləsi nəyi ifadə edir? Təbii ki, sonuncu cümləsi buydu da. Tacir ağa, sən buna tərcümləmə. Hər kəsin vətəni ev eşiyi özünə xoşdur. Bülbül burada azaddır. Azadlıq hər şeyin üstündür. Cəsarət deyil, problem deyil.
İnsanların həssaslığı deyil, əsərin bu nə idi? İdeyası idi. Sonra 16. Üzərində rəqəm yazılmış hansı söz kontekstə görə mənası düzgün deyil. Üzərində rəqəm yazılmış sözlərimiz fəvvarə idi, çarhovuz idi, yanıqlı idi, sonra nə idi, hansı söz idi? Çoğuş idi, bir də qürbət idi. Təbii ki, yad ölkə qürbətdir, sonra yanıqlı qəmli idi, böyük ağacın gövdəsi içində boşluq çoğuş idi. Böyük hovuz bu birə nə verib? Birə verib fəvvarə deyildi, yerlərini səhv verib də. Çarovuz böyük hovuz idi. Təzyiq altında fışqıran su şırnağı isə fəvvarə idi. 1 ilə 2 B variantı. Sonra digər suallara baxaq. Nə istəyir digər suallarda bizdən? Deməli, burada nə deyirdi? Deyir ki, problemlə üzləşir. Təbii ki, deməli, problemlə üzləşən kim idi? Nə idi? Bülbül idi. 2. Xidmətçi deyildi. Problemin həllinə şərait yaradır tacir. Düzdürmü? 2, 3. Problemin həllində iştirak edir quş dili bilən adam. 2, 3, 5 D variantı. Deməli, 2, 3, 5 nə götürəcəyik burada? 2, 3, 5 D variantı. Mətndəki dialoqda iştirak edir, bülbül iştirak etmir. Görün, quş dili bilən adam məsələsi var burada. Sən hardan çıxdın? Deməli, quş dili bilən adam biri 3-dür. Xidmətçi, bir də ki, problem. Xidmətçi də olur. Deməli, quş dili bilən adamla tacir. 3 ilə 4 cavab nə idi? Cavab D variantı. Sonra mətn tərkibçisi əsasında cədvəli tamamlayın. Giriş hissəyə nə? Yaralı quş, yaralı bülbül, bülbül. Sonra bülbülün sağalması və s. və ilə axır. Sonra nəticəyə nə yazmaq olar? Azad bülbül. Bülbülün azad olması, bu kimi fikirlər. Sonra keçirik nə? 20-ci sual bizdən nə istəyir? Deyir ki, 20-ci sual. Doğru fikri müəyyən edin. Tacir düşüncəsizdir, xeyr. Müdrikdir, xeyr. Müdrik deyildi. Anlayışlıdır, bəli. Anlayışlı insan idi. Bülbülü sağaldır. Bülbülün qəmgin olmasının əsaslandırmaya səbəbi müəyyən edir. Sonra onu neynir? Azadlığa buraxır və bunu müşahidə edir. Məlum olur ki, əslində bülbülün belə deyək də, xoşbəxtliyi haradaydı? Öz yuvasındaydı. Anlayışlı insan yazıb onu əsaslandıra bilərik deyilən formada. Sonra digər mətnimiz bizdən nə istəyir, ona baxaq. Deməli belə, dənizlərin biletsiz səyyahı remora balığı. Mətn rahatlıqla görsənir. Sonra suallarına baxırıq mətnin. Giriş hissəyə aid hansı sual var? Suallar budur. Deməli, mətni oxuyandan sonra giriş hissəyə nədir? Quruda və suda yaşayan canlıların müqayisəsindən. Burada belə bir ifadə deyir. Deyir ki, nədən bəhs edir? Təbiətin sayısı hesabsız maraqlı canlılarla doludur. Sayısı hesabsız maraqlı, təbiət sayısı hesabsız maraqlı canlılarla doludur. Bunlardan biri də okeanların ən hiyləgər canlısı hesab olunan remora balığıdır. Deməli, biz bura nə yaza bilərik? Yaza bilərik ki, götürəcəyik burada nəyi, hansı variantı? Təbiətin rəngarəngliyi, B variantı. Yerinə görə üzərində rəqəm yazılmış sözlərin mənası. Üzərində rəqəm yazılmış sözlərimiz bunlar idi. Deməli, hansı sözlərimiz var idi? Sözlərimiz formalıdır. Sonra aləmindir. Sonra hansı idi? Münasibətdir. Tamamilədir. Bir də ki, müasir idi. Deməli, aləmin, formalı, tamamilə müasir, münasibət. Baxaq görək ona uyğun fikir hardan seçə bilərik. Ona uyğun
Deməli 4-də bütünlüklə tamamilə görsənir də, bütünlüklə tamamilə. Deməli bu nədir? Bu yanlışdır. Yanlış yox, doğrudur. Yəni 4-ü seçə bilərik. 4 nədir? Bütünlüklə. Sonra forması, şəkli ola bilər. Sonra dünyanın, aləmin, dünyanın müasir çağdaş. Deməli burada bir sözümüz var idi. O sözümüz də hansı idi? 3-də deməli hansı söz idi o? 3 formalı şəkli dedik. Münasibət, fərqlənmə deyil də. Yanlış olan deməli nə idi? B variantı idi. Yanlış fikirdir. Remoralar anadan gəlmə sorucu orqanı olur. Xeyr. Anadan gəlmə olmur. Sonradan yaranır bu. Sonra remoralar kürüdən çıxır, bəli, kürüdən çıxır. Yemdən doyduğu vaxt var. Balıqçılar remor maraq göstərmirlər. Niyə? Christopher Columbun belə deyim də, onun ətrafında olan dənizçilər həmin o balığı müşahidə edirdilər. 1 ilə 4 B variantı. Sonra 20 deməli 4-cü test. Mətndə hansı fikri real hesab etmək olmaz? Remora balıqlarının yapışdıqları canlıların dərisindəki parazitləri məhv etməsi bu var. Bunu götürmək olar. Deməli götürmək olarsa bu deyil. İnsanların balıqlardan bağalar tutmaq üçün istifadə etdikləri, bu da real ola bilər. Remora balığının öz orqanları vasitəsilə hərəkət edən canlılara yapışması realdır. Bəzi balıqların nəqliyyat vasitələrinə biletsiz istifadə, yəni bu nə əlaqədə? Balıq hara, bilet hara, nəqliyyat vasitəsindən istifadə etmək. Təbii ki, bu nə idi? Bir real olmayan söhbət idi. Yəni məcazi mənada idi da, belə deyək. Sonra keçirik digər suallara. Digər suallardan nə istəyir bizdən? Deyir ki, çərçivə daxilində verilmiş söz. Çərçivə daxilində verilən sözümüz budur. Deməli, kürüdən təzə çıxan remorada yapışqan orqan olmur, o sonra əmələ gəlir. Sonra əmələ gəlir. Deməli, məcazidir. Məcazi mənada fəaliyyət göstərir, xeyr. Mətnə görə həqiqi mənalı sözlə əvəz oluna bilər, xeyr. Mətndəki kontekst doğrulur, yox. Məcazidir, doğrudur. Əmələ gəlir, yəni nə eləyir? Yaranır. Remora balığı, balina. Sualtı aləmin sakinləri hesab olunur, hər ikisi. Remora balığı da, balina da. Deməli, bir əslində harda olmalıdır burada? Bir yanlışdır. Cansız varlıqlara yapışa bilir, gəmilərə filan. Gəmiyə yapışa bilirsə cansız varlığa. Deməli, götürə bilərik remora balığı. Canlı varlıqlardır hər ikisi. 2, 3. Özündən dəfələrlə ağır çəkisi olan tısbağanı çəkə bilər. Nə əlaqə? Yer üzünün özündən dəfələrlə ağır çəkisi olan tısbağanı. Həm də ki, tısbağanın balinadan çəkisi ağır ola bilməz. Yer üzünün böyük məməlisi hesab olunur. Bu da mətndə vardır. 2, 3, 5 doğru cavab E variantı. Tamamlaya bilməyən fikirlər müəyyən edin. Remora balığının nəqliyyat vasitəsi ola bilər. Köpək balığına yapışa bilər. Gəmiyə yapışa bilər. Palinaya yapışa bilər. Dəniz balığına yapışa bilər. Avtomobilə və təyyarəyə yapışa bilməz. E variantı. Qədim dənizçilərə görə remoralar gəmiləri dayandıra bilər. Bu da bir əfsanə idi, doğrudur. 6-cı abzasın sonuncu cümləsini tamamlamaq üçün nöqtənin yerinə uyğun nümunə yazın. Yəni burada 28-də aiddə əfsanə yaradır, xırda balıqdır, yox. Okeanda yaşayır, kürdən çıxır, xeyr. 6-da nə istəyir? 6-cı abzasda sonuncu cümləni tamamlamaq üçün nöqtənin yerinə uyğun nümunə yazaq. Yazağın görəyin sonuncu cümlə nə idi? Nöqtələrin yerinə. Burada olmalı idi. Əlbəttə, müasir elm sübut edir ki, bir balığın nəhəng gəmini dayandırması fiziki cəhətdən mümkün deyil. Lakin bu inanc idi. Lakin bu inanc ola bilərdi. Lakin bu bir inanc, olduğunu nə eləyir? Göstərir. Bu kimi fikirlər yaza bilərik ora. Hiləgərdilər. Hiləgərliyin cədvəli tamamlanır. Remora balığına aid xüsusiyyət hiləgərliyi verib. Bir də nə verib? Tənbəllik verib. Hiləgər idilər. Burada belə bir şey var idi. Onlar hərəkət edən remora balıqları, deməli, aktiv şəkildə hərəkət edən remora sorucu orqanı yaranmağa başladıqda get-gedə üzməyə tənbəllik edir, bileksiz sərnişinlik etməyə üstün tutur. Qeyri-adi orqan ilə köpək balığının yer üzündən böyüməməsi olan balina dəniz balığı bağalarına, bəzən isə gəmilərin suda olan hissəsinə yapışaraq onunla birgə səyahətə çıxır.
yem olan yerdən keçərkən nəqliyyatdan nə eləyir? Qopur. Deməli bu nədir? Həmin onun hiyləgər olduğunu nə eləyir? Göstərir. Deməli hiyləgər hissəsinə həmin o hissədən cümlələri seçib yazırıq. Tənbəl idilər isə əvvəl aktiv şəkildə hərəkət edirlər, sonra isə sorucu orqanı yaranmağa başladıqda, əmələ gələndə, yaranmağa başlananda nə eləyirlər? Tənbəllik edirlər. Sorucu orqanı yaranandan sonra tənbəllik edirlər. Hiyləgər idilər. Gəmilərə, balinalara, digər dənizlərə yapışaraq hərəkət edirlər. Yem tapanda isə nə edirlər? Ondan ayrılırdılar. Sualların izahı bu qədər. Növbəti videolarda görüşənə qədər.